Deməli, bugün Word-də biz artıq üçüncü təlimi keçirik. Səhifə düzəni, səhifənin parametrləri, vərəqin rəngi, forması və s. Yəni, səhifəyə aid nə parametr varsa, onların hər birini öyrənəcəyik. İlk öncə bir də təkrar nəzər yetirək. Home lent tabını keçmişdik. Bilirik ki, Home lent tabı əsas başlanğıc lent tabıdır. Bütün yazıya aid olan funksiyalar, əmrlər hər biri Home lent tabında yerləşir. Digəri insert lent tabı əlavə et demək idi. Burada biz cədvəllərin, şəkillərin, diaqramların, fiqurların və s. onları səhifəyə yerləşdirə bilərik və yaxud da onların yerləşdirdikdən sonra formatının düzənini dəyişə bilərik. Bugün isə dizayn və page layout tablarını keçəcəyik, hansı ki, sırf səhifənin özünə aiddir, səhifə düzəni. Yəni, heç birinə əlaqəsi yoxdur şəklindən, cədvəlindən və s. Sırf səhifənin, vərəqin özünün dizaynı, özünün düzümü, formasıdır. İlk öncə baxaq dizayna. Dizaynda bizə ən çox lazım olan əmrlər əsas 3 əmrdir. Hansı ki, burada sağ tərəfdə qeyd olunur. Watermark, page colors, bir də page borders. Watermark müəlliflik hüququnun qorunması üçün istifadə olunur. Vərəqin arxa hissəsinə ad soyad yaza bilərik və yaxud da hər hansı bir şirkətə məxsus yazıdırsa, rəsmi yazıdırsa, sonra loqo yerləşdirə bilərik və yaxud da tutaq ki, test hazırlamışıq, sonra öz adımızı, telefon nömrəsini və s. bunları qeyd edə bilərik. Bununla da həmin sənədin bizə aid olduğunu, bizə mənsub olduğunu qeyd etmiş oluq. Yəni, daha sonra onu PDF formasına salıb kiməsə göndərdikdə bu zaman avtomatik bilinir ki, bu bizə mənsubdur. Yəni, sonda vərəqin arxa hissəsində, yazının arxasında ad soyad qeyd olunur. Gəlirik watermarka. Burada nümunələr var. Buradakı nümunələrdən yox, özümüz yenisini yaratmalıyıq. Bunun üçün custom watermarka daxil oluram, yəni fərdi su nişanı. Watermark sözünün mənası belə tərcümədə hərfi mənada su nişanı kimi adlanır. Amma dediyim kimi, müəlliflik hüququnun qorunması üçün istifadə olunur. Buradan custom watermarka daxil oluram. 2 dənə seçim var. Ya şəkil, dediyim kimi, loqo yerləşdirə bilərəm və yaxud da yazı yaza bilərəm. Təbii ki, daha çox yazı istifadə olunur. İndi hər ikisini aid nümunə göstərəcəm. Yazı yazmaq istəyirsə, text watermarkı seçirəm. Mütləq bu seçilməlidir. Normalda heç biri seçilməyib. No watermark qeyd olunur. Bəzən tələbə gəlir ki, mən burada misal üçün yazı yaza bilmirəm, aktiv deyil. Çünki 2 dənə seçim göstərilib, heç birini seçməmişik. Ən azı birini seçməliyik. Teksti seçirəm, hansı dildə yazını yazacağam, onu qeyd edirəm. Tutaq ki, Azərbaycan dilində. Hansı yazını yazacağam, arxa fonda hansı yazının yazılmasını bilmək istəyirəm, görmək istəyirəm. Tutaq ki, qeyd elərdim, çünki bunun haqqında məlumatlardır. Font, şrift, yazın şrifti hansı formada olsun, Times New Roman qala da bilər, istəsək digər formalarla dəyişə bilərəm. Ölçü, size da avto qeyd eləsək, maksimum ölçü vərəqə uyğun ən böyük ölçü olacaq. Yox, əgər mənə daha kiçik ölçülər lazımdırsa, ölçüləri dəyişə bilərəm. Bunu təbii ki, avto saxlayırıq. Rəngi qeyd edirəm, hansı rəngdə olsun, tutaq ki, deyək ki, yaşıl, təhər və burada baxın, belə bir yazı var. Məsələn, mən bunu seçməsəm, bu rəng biraz tünd olacaq. Amma seçsəm, biraz yarım şəffaf olacaq, biraz şəffafa doğru çalacaq. Bunu seçirik. Ya diagonal, ya da horizontal. Təbii ki, diagonal seçmemiz daha məqsədə uyğundur. Diagonal küncdən küncədir deyə bütün vərəqi əhatə edir. Horizontal seçsəm, sadəcə və aşağı hissəsində, arxa hissədə həmin yazı görünməyəcək. Ona görə diagonal seçirik. OK əmrini vurduq. Baxın, diagonal şəkildə açıq yaşlı rəngdə yarım şəffaf stim yazısı yazılır vərəqin arxa hissəsinə. İstəsək, şəkil də əlavə bu yazı var. Bizim yazdığımız yazıya qarışmır təbii ki. Elə bir ki, bir növ belə nəzərdə saxlayın da, lor dillə desək, vərəqə yapışıb. Yəni, vərəqin forması belədir. Arxada stim yazısı olan formadadır. Əgər yox, şəkil və yaxud da loqo istəsəm, bu zaman custom watermarka gəlib picture-ni seçəcəm. Picture-ni seçdikdən sonra burada select picture-yə daxil olmalıyam, yəni hansı şəkil lazımdır. Ya keçən dərs qeyd etdiyim kimi internetdən yükləyirəm, internetdən bir şəkli seçə bilərəm. Tutaq ki, burada screenshotlarda hər hansısa bir şəkil. Bunu seçdim. OK, vurduq və arxa hissədə görürsünüz şəkil. Həmin şəkili göstərir. İndi məndə loqo yoxdur. Əgər loqo varsa, loqonun üzərində həmin loqonun şəklini göstərir. Sizə necə rahatdırsa. Əgər bunu watermark aradan qaldırmaq istəyir, su nişanı yığışdırılır. Sonra ikinci əsas əmrimiz page color-dır, vərəqin rəngi. Vərəqə istədiyimiz rəngi verə bilərik. Təbii ki, əgər vərəqə rəng verirsə, daha çox açıq rənglərdən istifadə edəcək. Misal üçün, bu tonlardan istifadə edə bilərik. Deyək ki, tutaq ki, bu rəng belə. Və yaxud da bu şəkildə vərəqin rəngini dəyişə bilərik.
Bir də var page borders, vərəqin kənar xətləri. Vərəqin kənar tərəfində çərçivə əlavə edə bilərik və ya da şəkillər yerləşdirə bilərik, ramkaya sala bilərik yazını bu şəkildə. Sırf vərəqə aiddir. Yəni vərəqdə yazı olsa da olmasa da bu əmri yerinə yetirə bilərik. Çünki yazla əlaqəsi yoxdur. Sırf vərəqin kənar hissələrinə aiddir. Yazı ilə əlaqəli olanı biz son keçəndə keçmişdik ki, yazı yazanda onu çərçivəyə ala bilərik. O budur. Yazının çərçivəyə alınması abzasa aiddir. Amma biz səhifəni çərçivəyə almaq istəyiriksə, bu zaman dizayndan, page borderdən istifadə edəcəyik. Hal-hazırda nam qeyd olunub, yəni heç bir xətt yoxdur. Boxu seçsəm sadə çərçivə olacaq. Digəri kölgədir, hansı ki sağ və aşağı hissə biraz daha tünd olur. 3D daha qalın forma, custom-da fərdi özümüz çəkirik. Amma ən çox istifadə olunan boxdur, sadə çərçivə. Və sadə deyim, yəni təkcə təbii ki, düz xəttdən ibarət deyil, xəttin formalarını dəyişə bilərik. Sadəcə hər tərəfi eynidir. Bunu seçdim boxu qutu şəkilli və burada üslubunu seçirəm. Hansı xətt formasında istəyirəm. Tutaq ki, bir qalın, bir nazik bu tip xəttdə seçdim. Xəttin rəngini qeyd edirəm. Tutaq ki, deyək ki, tünd göy qeyd edirəm. Qalınlığını qeyd edirəm. Nə qədər? İndi burada seçirəm bütün sənədə aid olsun, ancaq seçdiyim səhifəyə aid olsun, birinci səhifəyə aid olsun, yoxsa birinci səhifə seçdiyim hissədən başqa digər bütün səhifələrə. Mən təbii ki, whole document ya da ki, hansısa bir səhifəni seçirəmsə, onu istifadə edirəm. Digərləri vacib deyil. Bütün sənədə istəyirəm və OK əmrini vurduqda avtomatik bütün vərəqlərdə, bütün səhifələrdə kənarda bu şəkildə xətt görünəcək. Bunun başqa formaları da var. İstəsək naxışlardan da istifadə edə bilərik, şəkillərdən də. Bunda art var. İncə sənət, yəni şəkillər burada göstərilir. Buradakı şəkillərdən də istifadə edə bilərsiniz. Tutaq ki, ulduzu seçdim bu şəkildə. Və yaxud da naxışlar. Ən sonda burada naxış formaları var. Baxın, bunlardan istənilən birini seçə bilərsiniz. Tutaq ki, bunu seçdim. OK, vurdum bu şəkildə. Kənarları naxışlı formada və yaxud da orada fiqur şəkili hər tərəfi çərçivələyir. Burada başqa formalar da var, hansı ki, misal üçün, görək bunu. Məsələn, elə bir xətlər var ki, təkcə iki tərəfə aiddir. Misal üçün, elə bunlardan tapaq birazdan. Baxın, məsələn, bu daha qalındır. Bu əslində yazıların üzərində örtür. Bunu istifadə eləmirik təbii ki. Baxın, misal üçün bu. Görürsünüz, ancaq iki tərəfə aid. Yuxarı və aşağı. Və yaxud da elə işarələr var ki, naxışlar ancaq sola və sağa aiddir və yaxud da ancaq aşağı hissəyə aiddir. Buradan seçirsiniz. Sizə hansı uyğundursa, onu seçə bilərsiniz. Təbii ki, bunu seçəndə bu oxlara, xətlərə ehtiyac yoxdur. İstəsəz rəngi dəyişə bilərsiniz ki, həmin çərçivədə bu rəngdə olsun. Amma digərlərinə ehtiyac yoxdur. Bu bizim əsas 3 əmrimiz dizaynda olan. Bəs bunlar nədir? Bu ümumi temaya uyğun, mövzuya uyğun rəng seçimi verir. Misal üçün, mən səhifənin rənginə gəlsəm, burada həmişə standart rənglər görünür. İstər səhifənin rəngində, istər yazıların rəngində, baxın, burada yazının rəngində və yaxud da abzasının rəngində fərqi yoxdur. Standart rənglər var, bir də tema rəngləri var. Standart rənglər heç vaxt dəyişmir. Burada nə rənglər görürsünüzsə, həmişə olduğu kimi qalır. Amma tema rəngi dəyişir. Misal üçün, mən deyək ki, biologiyada oxuyuram, bitkilərə aid hər hansı bir yazı yazıram, konspekt, mövzu hazırlayıram. Bu zaman bitkilərin əksəriyyəti nə rəngdir? Bilir ki, yaşıl, daha çox yəni yaşıldan istifadə olunur da. Yaşılın tonlarını seçə bilərəm ki, bütün sənəd həmin tonlarda olsun. Bu zaman gəlirəm burada dizayna, colors hissəsinə. Burada yaşılın tonları, məsələn, blue green, mavi və yaşıl, bunu seçə bilərəm və yaxud da sırf yaşıl, yaşıl sarı. Məsələn, bunu seçdim. Bunu seçəndə avtomatik biraz vərəqin rəngində də dəyişiklik olur. Bir də vərəqdə nə ki, fiqur, sxem var, hamısının rəngi o rəngə uyğun dəyişir. İndi gəlib mən page colors-a baxsam, baxın, bu tonlar bayaqki kimi deyil. Ancaq sarı və yaşıl, mavi bunların tonlarıdır. İstər burada olmasın, misal üçün fiqurların rəngində olsun. Mən misal üçün, fiqura əlavə eləmək istəyirəm. Keçən dərs keçmişdik. Fiqura əlavə elədim. Baxın, rəng tonları belə avtomatik yaşılı seçdi. Gəlib fiquru rəngləsəm elə yenə yaşılın, mavinin, sarının tonlarını göstərəcək. Çünki biz burada mövzunun rəngini qeyd eləmişik əvvəlcədən. Green yellow seçmişdim. Yaşıl, sarı. Təbii ki, indi burada biraz göy də var. Çünki sarına yaşılın sarıyla göyün qarşılığı yaşılı verir. Ona görə 3 rəng əlaqəlidir.
İmeni burada yaşıl sarı göründü. O demək deyil ki, ancaq yaşıl sarı olacaq. Xeyr, onların tonları ola bilər. Biraz tünd, biraz açıq. Bu nəyə kömək edir? Ən çox PowerPoint işimizə yarayacaq ki, slayd hazırlayanda rənglər bir-birinə uyumlu olsun. Daha tutaq ki, mən deyək ki, kimyadan hər hansısa bir e, birləşmə haqqında yazıram. Məsəl üçün, karbon və on oksidlər. Bunun haqqında sunum hazırlayıram. Tutaq ki, cədvəlin biri qırmızı olacaq, biri qara, biri yaşıl. Belə rəngbərəng adamın gözünü yorur. Ona görə konkret bir temanın rəngini seçirik, mövzuya uyğun rəng tonları. Ona uyğun bütün fiqurları, sxemləri rəngləyirik ki, bir-birinə uyumlu olsun. Bu da bizə kömək edir. Bu eyni zamanda dediyim kimi PowerPoint-də də var. Dizayn hissədə ümumi rəng tonunu dəyişdirə bilərik. Hər hansısa bir konkret rəng tonları seçirik, üslubunu, bütün fiqurları falan ona uyğun rəngləyirik. Standart rəng onsuz da burada dəyişmir. İstədiyimiz vaxt istifadə edə bilərik. Amma bu temanın rəngi ona imkan yaradır ki, biz rəngləri bir-birinə uyuşturaq. Yəni bir-birinə uyumlu olsun. O da daha gözəl cazibədar görünməyə səbəb olur. Bizə də bu lazımdır. Yəni çox qarışıq tonlar olmasın. Konkret bir dənə ton seçirik, hər hansı bir rənglərin tonları, ona uyğun rəngləri bizdə burada göstərir. Bu belə. Eyni qaydada yenə şriftin formasını dəyişə bilərik. Ümumi hansı formada Arial, Calibri, Kandara və yaxud da Times New Roman eyni yazı formalarını onsuz da Home-dan dəyişib istifadə edə bilərik. Yəni dizaynda sizə lazım olan əsas əmr bu 3 əmrdir. Bunlar onsuz da dediyim kimi, yəni Home-dan istifadə edirik, ehtiyac yoxdur bura. Yenə yazının formaları filan və s. hamısını Home-dan nizamlayırıq ki, sonra problem yaranmasın. Bir dənə istəsəz əgər mövzuya uyğun rəng tonlarını buradan seçə bilərsiniz ki, sizə rahat olsun. Məsələn, yazının rəngini dəyişmək istəyəndə, fiqurun rəngini dəyişmək istəyəndə həmin rəng tonları mövzuya uyğun burada göstərsin və buradan istifadə edin. Bu oldu vərəqin dizaynı. İndi keçirik page layout. Page layout vərəqin düzən formasıdır. Səhifənin düzəni. Necə ki, biz yadınızdasa cədvəl quranda da dizayn layout açılırdı, o sonda açılırdı. Bu köməkçi tab idi. Əsas tab deyil, köməkçi tabdır, sonradan açılır. Amma ekranda görünən bu üçüncü və dördüncü tab əsas tabdır. Həmişə, yəni ekranda görünür və sırf səhifəyə aiddir. Bəzən tələbələrdə çaşqınlıq yaradır. Tutaq ki, cədvəlin rəngini dəyişmək istəyir, sondakı dizayna gəlməkdən bura daxil olur. Xeyr. Çünki cədvəli biz sonradan əlavə eləmişik və cədvəlin dizayn tabı cədvəlin üzərində biz dayandıqda açılır. Biz kənar yerdə dayansaq cədvələ, fiqura, şəkilə aid heç bir tab açılmayacaq. Elə view-da da qalacaq. Uzağı burada help ola bilər. İndi help məndə gizlidir. View və yaxud da help. Ən sonu budur. Bundan sonrakılar həmişə köməkçi tab adlanır. İndi table design'da cədvəl qurandan sonra açılan dizaynda və yaxud da smart artda bu həmin cədvəlin rəngini dəyişir. Amma burada olan əsas tabda isə sırf vərəqə səhifəyə aiddir. Sənətdəki vərəqin, səhifənin rəngini dəyişir. Page layoutda adından göründüyü kimi page səhifədir, layoutda düzən, səhifə düzəni. Bəzən ola bilsin ki, bəzi kompüterlərdə, versiyalarda Word-ün burada page sözü yazılmır. Elə layout yazılır. Bu da çaşqınlıq yaratmasın. Bu da səhifəyə aiddir. İndi page layoutda hansı əmrlərimiz var? Səhifəyə aid nə ola bilər? Səhifənin düzəni. Məsəl üçün, cədvəli yadımıza salaq keçən dərsdə. Cədvəldə aid nə var idi? Cədvələ əlavə cədvəl artırmaq, cədvələ xana sətr sütunu artırmaq, onun ölçüsünü dəyişmək, cədvəli çevirmək və yaxud da enli hündürlüyünü artırıb azaltmaq. Eyni şeylər səhifəyə də aiddir. Ümumiyyətlə düzən deməkdir, düzüm deməkdir. Page layoutda da həmçinin. Birinci marginsə baxaq. Bu vərəqin kənar boşluğudur. Vərəqin kənarında istədiyimiz qədər boşluq yerləşdirə bilərik. Təbii ki, bizdə ən çox istifadə olunan var. Ən çox istifadə etdiyimiz sol 3, sol həmişə çox olur. Sağ 1/5, yuxarı 2, aşağı 1/5 və yaxud da sol 3, digər 3 tərəf 1/5 və yaxud da sol 3, yuxarı aşağı 1/5, sağ 2. Yəni əsas sol 3 olur. Sağ, yuxarı, aşağıda 1/5, 2 arasında dəyişir. Onsuz da əvvəlcə sizə verirlər. Məsələn, məqalə tezis falan yazanda bəzən olur ki, səhifənin ölçüsünə uyğun dəyişir. Çünki bilirik ki, məqalə tezis göndərində kitabda çap olunur və kitabların da ölçüsü fərqlidir. B-lərdə, A-larda, məsələn, A5 ola bilər, A4 ola bilər, böyük kitab. Məsəl üçün, beynəlxalq konferanslar həmişə demək olar ki, adətən A4-də çıxır, böyük olur kitabın ölçüsü. Və yaxud da B5, B4 formatında ola bilər. Səhifənin ölçüsünə uyğun təbii ki, boşluqlar yazıların ölçüsü də dəyişir. Bu zaman bizə əvvəlcə məlumat verirlər ki, yazı hansı ölçüdə olsun, sətr arası məsafə nə qədər, vərəqin kənar boşluqları nə qədər və s. Amma heç nə demirlərsə, ümumi standart ölçü deyirlərsə, həmişə solu 3, sağı
2 yuxarı aşağı 1.5 və yaxud da dediyim kimi əksinə yuxarı aşağı 2 sağ 1.5 o şəkildə götürə bilərik. Yəni bir sözlə sol həmişə daha çox olur. Burada başqa variantlar da var. Məsələn, darı göstərir. Hər tərəf 2.5 sm. Bunu seçəndə baxın kənardakı boşluqlar biraz azalır. Və ya normalda darı götürəndə tamamilə ümumiyyətlə azalacaq. Kənarda boşluqlar demək olar ki, yoxdur. Və yaxud da özünüz konkret yazmaq istəyirsə nə qədər. Məsəl üçün, mən indi burada sabitləmişəm. Ən çox bunu istifadə edirəm deyə avtomatik düşür. Yox, sizə başqa ölçü lazımsa custom margin-ə daxil oluruq və burada qeyd edirik. Yuxarı, sol, aşağı və sağ. Nə qədər boşluq olsun. Bundan əlavə bizdə qat da var. Kitab çapı. Kitabı çap eləyəndə, misal üçün deyək ki, yəni kimi göstərim. Məsəl üçün bu bizdə baxırıq ki, A4 formatındadır. Uzunlamasınadır. Məsələn, biz bunu çap eləyəndə yuxarıdan da çap eləyə bilərik ki, vərəqi albom şəklində çevirək və yaxud da sol tərəfində çap eləyə bilərik. Bunu əvvəlcədən quraşdıra bilərik ki, burada hansı hissədə yaradacağım çapı. Çapı yuxarıda mı, solda mı, yuxarıda mı? Tutaq ki, deyirəm solda, left solda. Yəni kitabın çapı bu hissədə olacaq. İndi burada məsafəni artıram. Nə qədər məsafə lazımdır? Baxın, burada artır. Misal üçün deyək ki, 1.5. 1.5 sm sırf kitabın çapına ayırıram. Normalda 1.7-dir solda. 1.2-dir. 1.2-dən əlavə 1.5 də ayıracaq ki, kitab çapını həmin hissədə eləyəcəm. Və yaxud dəyişə bilərəm, solda yox, yuxarıda çap olsun. Yəni bu hissədə. Avtomatik görürsünüz, bu hissədə boşluq daha da artacaq ki, orada biz kitab çapı edək. Baxın, artdı yuxarı tərəfdə. Sonra custom margins-də burada portret album istiqaməti var, vərəqin səmti, hansı ki bunları biz orientasiyadan da düzəldə bilərik. Elə adətən buradan istifadə edirik. Burada nə üçün istifadə edirik? Əsas vərəqin sol, sağ, yuxarı, aşağı nizamlamaq üçün. Necə ki dedik ki, misal üçün əgər margins-də bizdə istədiyimiz burada yoxdursa, özümüz fərdi şəkildə custom margins-ə daxil olub burada qeyd edirik. Sonra page və layout tabları da açılır burada. Bunları elə göz qabağından eləmək daha yaxşıdır ki, yəni çünki bəzən olur tələbənin yadından çıxır, hardan girmişdik, necə oldu və s. Göz önündə var hər biri. Orientasiya vərəqin səmti portret album formasında, portret uzunlamasına və yaxud da eninə bu formada salıb album formasına çevirə bilərik. Bu nə vaxt istifadə edirik? Əgər cədvəl enidirsə, böyükdürsə, vərəqi çevirmək lazımdırsa, bu şəkildə vərəqi çevirib cədvəli qura bilərik. Normaldakı portret formatında qalır. Ölçü, buradan seçirik. A4 ölçü, standart A4-dür. İstəsək, digər ölçülərdə seçə bilərik. Tələb olunan nədirsə, belə deyim, bəzən tələbələr elə bilir ki, A5 A4-dən böyükdür. Xeyr, ən kiçik ölçü A5-dir. A4-ü yarı böləndə A5 eləyir. Sonra, elə belə yadda saxlayın ki, rəqəmlərin artdıqca ölçü kiçilir. Məsələn, A3 A4-dən böyükdür, A2 A3-dən böyükdür, A1 ümumiyyətlə böyükdür, batmanın kağızıdır. Kolum sütun, yazıların sütunları. Normalda yazılar bir sütundadır. İstəsəm onu 2 sütunda eləyə bilərəm. Ən bariz nümunəsi dimin testləri. Ümumiyyətlə bütün sınaq testləri falan hər biri görür ki, vərəq ortadan xətt bölünür, 2 sütundan ibarət olur və hər 2 sütunda testlər, test nümunələri göstərilib. Yenə Columns əmrinə daxil olub buradan qeyd edə bilərəm ki, 2 sütunda yazsın, avtomatik 2 sütuna bölür. İstəsəm bu ortadakı boşluğu artırıb azalda bilərəm və yaxud da buradan xətt olmasını sağlaya bilərəm. Bunun üçün more columns-a gəlirəm, yəni daha çox sütun. Burada qeyd edirəm line between, yəni ortadan xətt keçsin və yazının eni və boşluğun eni artırıb azalda bilərəm. Yazının eni bu istiqamətdir. Bunu tutaq ki, artıram. Avtomatik onsuz da yazının enini artırdıqca boşluq azalacaq. Və yaxud da yazının enini azaldıqca boşluq artacaq. Bir-birindən əks münasibətdir. Əksdir. Çünki mən bu hissəni artırsam, istərsəməz gələcək boşluğa düşəcək, boşluq azalacaq. Əksinə, bu yazının enini azaltsam, boşluq çox olacaq. İstədiyiniz formada dəyişə bilərsiniz. Amma çox da aralı, yəni boş qoymanıza ehtiyac yoxdur. Onsuz da xətt əlavə edəcəksinizsə, avtomatik seçilir. Yox, xətt yoxdursa, xətt istəmirsinizsə, bu zaman müəyyən qədər biraz çox boşluq qoyun ki, ikisi arasında, yəni ikisinin ayrı-ayrı olduğu bilinsin. Belə, bunları geri qaydaq. Sonra, bizə əsas lazım olan page layout-da bu 4 əmrdir. Digərlərinə də onları da ümumi deyəcəm, amma o qədər də istifadə olunmur. Bricks var, səhifə bölünməsi. Səhifəni dayandığımız yerdən kəsir, növbəti hissədən yazıları birbaşa tutaq ki, deyək ki, burada dayandım. İstəyirəm ki, buradan sonraki yazı başqa səhifədə, yəni bu hissədən vərəqi bölüm. Gəlirəm Bricks-ə, müxtəlif formaları var. Ən çox elə səhifəni bölürük. Sütunu da bölə bilərik, yazını da bölə bilərik və s. Ən çox səhifənin bölünməsini istifadə edirik. Buradan sonraki yazı keçid o bir səhifədən başlayır.
Qeydə bağlansın. Digər əmrimiz sətr nömrəsidir. Sətr nömrəsi bu abzasa aid deyil. Biz normalda nömrələmə aparanda home-dan aparırıq. Hər abzasın əvvəlində nömrə işarəsi. Məsəl üçün, nəyəsə xüsusiyyətlərini yazırıq, növlərini yazırıq və s. Buradakı nömrələmədən istifadə edirik. Bu isə sadəcə sətr nömrəsidir. Abzasa aid deyil. Sadəcə hər sətrin əvvəlinə nömrə yerləşdirəcək. Məsəl üçün, siyahı yazırıqsa əgər, ancaq siyahıdan ibarətsə və hər yazı bir sətirdən ibarətsə, bunu istifadə edə bilərəm. Yoxsa ümumi yazıya, nağıl kimi yazıya mən bunu istifadə edə bilmərəm. Məsəl üçün, hal-hazırda non-secip, yəni aktiv deyil. Bir neçə forması var. Continue davamlı. Bunu seçdim. Avtomatik olaraq birdən başlayır. Məsəl üçün, birinci sətr, ikinci sətr, üçüncü, dördüncü bu şəkildə sətirləri nömrələyib. Ta ki 31-də bitdi, o bir səhifə 32-də başlayacaq. Ta ki bu deyək ki 59-da bitdi, o bir səhifə 60-da başlayacaq. Yəni davamlı olaraq hər sətrin əvvəl nömrə qoyur sadəcə. Amma mən istəsəm hər səhifədə yenidən başlada bilərəm. Start each page. Bunu seçdim. Hər səhifədə təzədən başlayır. Baxın, hər səhifədə təzədən birdən başlayır. Tutaq ki burada 31-də bitdi. Normalda continue vursam 32-dən başlayacaqdı. Amma burada yenə birdən başlamış olacaq. Hər səhifədə yenidən başlayır. İstəsək hər bölmədə və yaxud da dayandığımız yerdən yenidən başlada bilərik. Amma dediyim kimi non qalır həmişə. Əgər lazım gəlsə, hər siyahı bir sətirdən ibarətdirsə, o zaman continue seçə bilərsiniz. Sonra hecaya ayırma. Normalda biz rəsmi sənəd yazanda hecaya ayırmırıq. Ona icazə yoxdur. Yazılar yazanda hecaya ayrılmır. Amma yox, misal üçün özümüz üçün nəsə yazırıqsa, konspekt və s. bu zaman heca ayırmadan istifadə edə bilərik. Bu da ən bariz nümunəsi nədir? Hal-hazırda burada bu özü heca ayırma deməkdir. A-B-S qeyd olunub, belə görünüşündən bilmək olur. Hal-hazırda null seçib, yəni heca ayırma yoxdur. Avtomatiki seçəndə harda hecaya ayırma lazımdırsa, özü avtomatik ayıracaq. Tire qoyub ayıracaq. Və yaxud da özümüz ayıra bilərik. Misal üçün, ölkələr sözünü mən hecaya ayırmaq istəyirəm. Baxın, öldən sonra tire qoydum, özü hecaya ayırdı. Bu şəkildə özümüz hecaya ayırma prosesini yerinə yetirə bilərik. Bunu nə zaman eləyə bilərsiniz? Bəzən olur ki, yazını biz bilirik ki, sol düz, sağ düz olmalıdır həmişə. Amma elə olur ki, sol, sağ, düz olanda ortada boşluq çox olur. Misal üçün, burada. Bu sətirdə sırf solla sağ, soldan sağ düz olsun deyə ortada müəyyən qədər boşluqlar var. Çoxdur bu boşluqlar. Nəyə görə? Çünki bu söz uzun sözdür. Bura sığışmır deyə məcbur alta keçiriblər. Avtomatik burada boşluqlar yaranır. Bu zaman hecaya ayırmadan istifadə edə bilərsiniz. Buradakı hecaya ayırmadan. Tutaq ki, deyək ki, belə. Bu şəkildə. İndi mən misal üçün bir hecalıq götürdüm, 2-3 hecalıq. Nə qədər istəsəz, tire qoyursa avtomatik hecaya ayırır. Bunda yandan saxlayırıq, çünki ehtiyac yoxdur hecaya ayırma. Yəni, dediyim kimi, rəsmi sənədlərdə hecaya ayırma icazə yoxdur. Sonra, paraqraf abzas deməkdir. Baxın, tez-tez magistr dövlət qulluğuna bu sual düşür. Paraqraf qrupu 2 tabda var. Biri page layoutdadır, təbii ki, burada abzasa aiddir. Biri də home-dadır, paraqraf. Bu da abzasa aiddir. Burada nədir? Left, sol, right, sağ, before, əvvəl, after, sonra. Yəni, abzasın sol, sağ, yuxarı, aşağı hissəsindəki boşluqları, məsafələri artırıb azaldır. Məsələn, deyək ki, bu bir abzasdır. Bunu biraz çoxaldım. Belə abzasların sayını çoxaldım. Aha, bu mənim bir abzasımdır. Bunu seçirəm. Bunun yuxarısındakı məsafəni artırmaq istəyirəm. Gəlib burada soldakı. Lefti vururam. Baxın, soldakı məsafə artacaq. Və yaxud da əvvəl, yəni üstündəki məsafə artsın, azalsın. Və yaxud da sonraki məsafə artsın, azalsın. Və yaxud da sağdakı artsın, azalsın bu şəkildə. Bunu təbii ki, biz əgər sıfırdırsa dəyişmirik. Artırıb azaltmağa ehtiyac yoxdur. Nə vaxt istifadə edirik bunu? Bəzən olur ki, tutaq ki, ən çox tələbələr eləyirdi. Nəsə sərbəst işi hazırlayanda və yaxud diplom işi falan hardansa kopyalayıb yapışdırırlar. İnternetdən və yaxud hansısa bir PDF-dən bu zaman olur ki, boşluqlar falan çox olur. Ona görə həmişə biz Ctrl-A-nı seçirik, yazıları, bütöv hamısı seçilir və bunların hər birini sıfırlayırıq. Hər birini sıfır edirik ki, yəni heç bir abzasın solunda, sağında görürüz, avtomatik bu düzəldir. Boşluqlar, əlavə boşluqlar olmasın. Bunu bu şəkildə baxın, əvvəlki halına qayıtdı. Buradan düzəldə bilək. Bəzən olur ki, hətta mənfiyə gelir, çox sıx olur. Bəzən olur ki, məsələn, artır. Yəni, onu həmişə sıfıra eləyirik ki, tələbələrə aiddir. Çünki onlar daha çox kopyalayıb yapışdırmaqdan istifadə edir. O da nəyə görə olur? Tutaq ki, Wikipediyadan kopyalayırsınız, oradakı boşluqla elə bir ki, vərəqdəki boşluq elə bilir eynidir.
vərəqdə də o qədər boşluq qoyur. Halbuki lazım deyil. Wikipediyada həmin hissədə şəkil var. Mən şəkil istəmirəm, istəmirəm boşluq olsun. Ya boşluqları özümüz silirik. Əgər həqiqətən bu cür boşluq qoyulubsa enterlə qoyubsa burada əslində yer tutur. Bunu mən gəlib buradan silə bilmərəm. Onsuz da sıfırdır. Yox, əgər dediyim kimi bu artıqdırsa, buradakı rəqəmlər və yaxud da mənfiyə düşübsə, o zaman sıfırlayırıq ki, uyğunsuzluq olmasın, hər biri stabil olsun. Sonra page layout-da arrange bölməsi var. Bunu biz keçən dəfə şəkilləri keçəndə orada formatda var idi. Eynidir. Hal-hazırda aktiv deyil bir neçəsi, çünki ekranda şəkil, yəni heç bir şəkli, fiquru, cədvəli, fiquru, sxemi seçməmişəm. Ta ki, hər hansı bir mən burada baxaq şəkilləri, hər hansı bir şəkli seçsəm, məsəl üçün bu şəkli seçdim, bu zaman avtomatik aktiv oldu. Bunlar eynisi formatda sonda olanlardır. Eynidir. Bunları da keçən dərs keçmişdik. Bura kiminsə nəsə sualı var. Yoxdursa, o zaman bir 5 dəqiqəyə yenidən qoşulun. Word-ün ikinci hissəsində keçin, bitirək. 5 dəqiqə sonra qoşulun eyni linkdən.